Elə vəziyyətdə dayanıb ki, ona heç evlərə yaxın durmaq mümkün deyil. İndi şəhərdə çox bahadır, qiymətlər də ev qiymətlərinə yaxın düşmək mümkündür. Faiz dərəcəsi aşağı düşsə, ilkin ödəmədə daha rahat olar, aylıq ödəmələr də rahat olar. Mənzil məcəlləsinə olunan dəyişikliklərlə artıq vətəndaşların evə sahib olması daha rahat olacaq. Belə ki, təsdiq edilən sənədə əsasən sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək. Əlbəttə ki, əla təsir edəcək. Həm cavanlar üçün, həm gənclər üçün. Gözəl qanundur. Gələcəkdə mənim də oğlum var, 30 yaşında. O da gələcəkdə gəlib onu dəyərləndirə bilər. Qanunda olan bu dəyişiklikdən çox yaxşı nəticələr alınacaq gənclər üçün. Daha çox evlə təmin olunanlar, yəni ki, sayı artacaq. Amin, amin, olsun, olsun. Mən çox şadam. Ona görə çox az təminatımız çoxdur. Qanun var, mən ancaq bilmirəm. Belə olsa çox sevinərəm. Əlbəttə ki, mən çox sevinərəm ki, hamı evləşikli olsun. İndi sizdən eşidirəm, çox gözəl, əla. Yəqin ki, az təminatlı ailələrə də aiddir də bu qanun, şamildir. Çox gözəl yararlanacaqlar, çox əla. Bəs kimlər pulsuz mənzil ala biləcək? Sualına isə millət vəkili Vüqar Bayramov deyir ki, pulsuz dövlət tərəfindən mənzil təminatı həyata keçirilən vətəndaşlarımız üçün həm meyarların dəqiqləşdirilməsi və eyni zamanda onların mənzilən təminatın həyata keçirilməsi daha asan, daha az proseduralar reallaşacaq. Belə ki, pulsuz mənzillər 4 kateqoriya üzrə vətəndaşlarımıza təqdim olunur. Kirayə mənzillərə vətəndaşlarımız müraciət edə bilər. Burada təbii ki, hər hansı bir qadağalar yoxdur. Sosial, yəni güzəştli şərtlərlə verilən mənzillər isə güzəştli ipotek krediti almaq hüququ olan vətəndaşlarımız müraciət edə bilər. Bunlar müəllimlərdir, hərbçilərdir, məcburi köçkünlərdir, jurnalistlərdir və eyni zamanda dövlət qulluqçulardır və bu vətəndaşlarımız güzəştli şərtlərlə sosial mənzilə sahib ola bilərlər. Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə evlərin vətəndaşlara hansı qaydalarla verilməsindən danışıb. Əvvəllər müvafiq əmlaklar dövlətə məxsusdur. Müvafiq icra hakimiyyətinin elə də yazılıb qanunda. Sərəncamından vətəndaşa həvalə olunurdu. Lakin onlar çıxarışla təmin olmurdu. Çox vaxt elə vətəndaşa sərəncam üzərindən verilirdi bu əmlaklar. Lakin indiki halda vətəndaşlara bu kimi əmlakların verilməsi birbaşa çıxarışla olunacaq. Əvvəllər əgər 100 minlik əmlakın ilkin ödənişi 15 min manatıdırsa, artıq 100 minlik əmlak olubdur 150 min təxminən 50% bağlaşmanı nəzərə alsaq. Artıq ilkin ödəniş də təbii ki 15 min deyil, gəlib çıxıb 22-23 minə. Bu baxımından həssas kateqoriya vətəndaşlara sosial bu kimi müqavilələrlə evin alınması hardasa əlverişli hesab etmək olar. Qeyd edək ki, sözügedən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəllik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər.